Asan Könülləri Təşkilatı tərəfindən yaradılan Gənc İnnovatorlar proqramının təqdimat mərasimi keçirilib. Tədbirdə iştirak edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev proqramın əhəmiyyətindən danışıb. O, Gənc İnnovatorlar proqramının ölkəmizdə innovasiya ekosisteminin inkişafına töhfə verəcəyini, gənclərin yaradıcı və texnoloji bacarıqlarının gücləndirilməsində mühüm platforma rolunu oynayacağını vurğulayıb. Rəqəmsal transformasiya dövlətin əsas prioritetlərindən birinə çevrilibdir. Cənab Prezidentin bununla bağlı xüsusi fəaliyyət planları, strategiyaları var, təsdiq edibdir. Eyni zamanda bu yaxınlarda Rəqəmsal İdarəetmə Şurası yaradıldı. Bu da Azərbaycan dövlətinin bu sahəyə necə böyük diqqət ayırdığının bir göstəricisidir. Bu sahədə də Azərbaycan gəncliyi, Azərbaycanın IT mütəxəssisləri, innovatorları rəqəmsal dünyada da öz ixtiraları ilə, öz yeni tətbiqləri ilə nəinki ölkəyə, dünyaya töhfə verəcəkdir. Asan Könülləri Təşkilatının sədri Aysiman Quliyeva proqramın əsas məqsədinin gənclərdə innovativ düşüncə tərzinin formalaşdırılması, onların yaradıcılıq və analitik təhlil bacarıqlarının inkişaf etdirilməsi, eləcə də texnologiya və sosial innovasiya sahələrində praktiki təcrübə qazanmalarına şərait yaratmaq olduğunu qeyd edib. Çıxışlardan sonra proqramın təqdimatı olub. Gənc İnnovatorlar proqramının məqsədləri, fəaliyyət istiqamətləri və gənclər üçün nəzərdə tutulan imkanlar barədə ətraflı məlumat verilib. Günümüzdə innovasiya getdikcə daha da inkişaf edən bir mövzudur və bu proqramın bir əməkdaşı olaraq düşünürəm ki, həyata keçirəcəyimiz layihələr olsun, hackathonlar, startaplar gənclərə böyük bir töhfə qazandıracaq. Həmçinin məqsədlərimizdən biri də cəmiyyətimizdə olan hədəflərin həll olunması üçün yaradıcı və fərqli bir təkliflər irəli sürməkdir. Gənc İnnovatorlar proqramı ölkəmizdə innovasiya mədəniyyətinin inkişafına töhfə verməklə yanaşı, gənclərin texnoloji və yaradıcı potensialının üzə çıxarılmasını və gücləndirilməsini hədəfləyir. YouTube kanalımıza abunə olun.